mən belə başa düşürəm ki, ekspertizanın rəyi də dekabrda gəldi, səhv eləmirəmsə, ya dekabr ya da noyabrın axırı. Onda o nöqteyi nəzərdən şikayət ekspertiza rəyindən sonra olub. Yəni bilinib ki, məsələn burada hər iki tərəfə verilib və bunlar yəni qarşı tərəfdən mən belə başa düşürəm, bu mənim subyektiv fikrimdir. Yəni mən o 6 aydan sonra şikayəti və buna görə deyirəm. Amma təbii ki, onlar həmin vaxt aralarında danışıq da olub. İndi hər özün təqsirsiz bilir də. Kim öz belə deyim də, atalar deyir öz ayrılığına turş deyər ki, kim özünə pis deyər ki, hamı deyir ki, elə mən düzəm. Ona görə də o şikayət hissəsindən mən onu deyə bilərəm ki, ekspertiza rəyindən sonra olub bu. Ancaq yenə mən deyirəm, amma üzr istəyirəm Valih bəy, amma cəmiyyətdə bir çox insanların bu fikridir, tək mənim fikrim deyil. Sosial şəbəkələrdə edilən paylaşımlar, videolar, yəni ictimai çıxışlar, yəni psixoloji arzunun, söhbət arzudan gedir. Zərər çəkmişin tərəfin psixoloji vəziyyətinə və qərarlarına təsir göstərmək kimi, yəni. Bilərdim. Yəni bilirsiniz nətərdir? Bu hadisə olduqdan sonra 6 aya qədər şikayət olmamışdı. O həmin 6 ay ərzində təqsirləndirilən şəxs maşında, misal üçün, yoldaşının yanında oturub geri dönüb videoları var, çəkilib paylaşırdılar ki, bu adamın üstündə iş var, bu adam cinayət eləyib, adam ölüb, amma bu adamın hoqqa verməyinə bax. Misal üçün, belə videolar paylaşıb insanları qıcıqlandırırdılar. İnsanlar bu haqda bir fikir formalaşmışdı cəmiyyətdəki. İctimai rəy formalaşır. Bax, mən sizə deyim. İctimai rəy hər halda formalaşır. Bu sosial şəbəkələrdə də olur, yəni digər informasiya vasitələrində, kütləvi informasiya vasitələrində də olur. İctimai rəyin formalaşması hakimin hökmü elan edərkən onun qərarına heç bir təsiri yoxdur. Bu bir mənadır. Yox, mən hakimə demirəm, mən zərər çəkənə aid İctimai rəyin formalaşması yalnız tərəflər arasında qıcıqlanma yaratdır. Onu deyirəm. Yəni insanlar bəlkə barışacaqdır, barışmağa da qoymadılar. Axıra kimi qoymadınız deyəm, o sualı tamamlayayım ki, zərər çəkmişə qıcıq verərmi deyə. Yəni bununla əlbəttə. İctimaiyyət bunu deyir. Deyir ki, ictimaiyyət bunu deyir. Mən indi görürəm də videolarda, kommentarlarda görürəm. İctimaiyyət bunu deyir ki, Arzu gərək bu videoları çəkməyəydi, girirdi, oynayırdı, nə bilim, yenə əvvəlki kimi də. Amma bu qarşı tərəf var da, ölən adam var, yaralanan adam var, baxır, acı çəkir, qıcıqlanır. Yəni bu nöqteyi nəzərdən, yəni tək bunu mən demirəm, mən fikir bildirmirəm bu barədə. Bir çox insanlar var idi ki, deyirdilər ki, belə bir hadisə olduğuna görə, Arzu belə hərəkət elədiyinə görə, onun üçün yaxşı olur və buna görə də o zərər çəkmişlərin valideynləri qıcıqlanıb yenidən gedib şikayət yazıblar. Bu nə dərəcədə? Bu barədə nə deyə bilərsiniz? Sizcə düzdür bu rəy? Qısa bir cümlə ilə buna cavab verim. Biz qarşı tərəfə, Arzu xanıma, hər kəs öz tərəfindən baxır. Bir güzgü kimi qarşı tərəfdən də baxanda bu məsələyə gəlin belə çıxış eləyək. O nə düşünməlidir ki, bu hərəkətləri eləsin. Mən yenə deyirəm, hər bir pulun o deyir, avant tərəfi var, arxa tərəfi var. Yəni bir üzünə baxanda o bir üzünə də gərək baxasan. Güzgü şəklində gəlin bir effekt çıxış eləyək. Hər birimiz. Niyə o bu hərəkəti elədi? Niyə bu cür davranış göstərdi? Yəni onun hələ bir davranış mövcudsunuz, çünki onun öz subyektiv fikri olub, öz hərəkətləri olub. Hamı bir insanı qınıyır, öz mövqeyindən, öz tərəfindən qınıyır da. Qardaş, gəlin bir dənə güzgü effekti verək. Düzgün deyil. Yəni gəlin, yox. Bunu nə ilə uyğunlaşdıra bilərik? Bax, bugünkü, yenə mən o videoları izləməmişəm, sadəcə olaraq sizlərin orada iştirakınızı başa düşərək sizin sözünüzə arxalanıb deyirəm ki, yəni son sözü oldu ki, mən günahkar deyiləm, xahiş edirəm, ədalətli qərar verəsiniz, hökm verəsiniz. Yəni bu son saniyə qədər
özünü günahsız hesab eləyir. Özünü günahsız hesab eləyən adam nə cür davranmalıdır, nə cür davranış göstərməlidir? Yenə də Yəni güzgü effektindən danışaq da, bir balaca güzgü effektindən danışaq. mən başa düşdüm sizi. Yəni nə qədər də olsa, yenə də deyirəm, mən Sənubərin atasını tanıyıram. O qədər mədəni, o qədər gözəl insandır. Mən yenə deyirəm, Amalın il mərasimində qəbr üstünə getdim, iştirak elədim orada. Sənubərin atası ilə görüşdüm və digər ailə üzvləri ilə Amalın atasını gördüm, anasını və bacısını, digər ailə üzvlərini gördüm. Ağır dərddir, yəni çox ağır dərddir. Mən bunu qəbul edirəm, amma yenə də deyirəm, həqiqətən də Sənubərin atası çox mədəni insandır. Mən inanıram ki, bundan sonra barışıq əldə oluna bilər. Barışıq əldə olunduğu təqdirdə yenə də Arzum üçün çox ciddi dönüş nöqtəsi olacaq. Mən buna inanıram. Gəlin belə bir iş görək. Deyəsən, bu bədbaxtın atasından bir divizyon zad olası deyil. Elə burada belə müzakirə elə bir 2-3 nəfər ağsaqqal seçək. Vallahi düz deyirəm. Bu məsələni açsın ortaya. Kaş ki mümkün olaydı. Kaş ki mümkün olaydı. Kaş ki... Mümkündür. Vallahi mümkündür. Yenə deyirəm, hər canlı yayımda 1000 nəfər, 2000, 3000 nəfər adam oturur. Mən sizə bir də üzr istəyirəm, sözü kəsəm. Bax, indi gəlin belə fərdi yanaşaq da, yəni şəxsi yanaşaq məsələ. Tutaq ki, kimisə başına belə bir iş gəlsədir, bax bizim elə içimizdən, elə burada danışanlardan kim qəbul edir sosial şəbəkədən gələn adamı? Deməzlər ki, qardaş, sən nəslində bir adam yoxdur, sən getdin sosial şəbəkəyə gəlir mənim qapıma. Mütləq, öz nəsillərindən ağsaqqallar getməlidir, mütləq. Yəni, şu yığmalıdır, bacıların kimisə aparmaq lazım deyə. Rikonun dediyini mən maddiyyat təşəbbüs deyilən bir şey var da. Yəni bunun təşəbbüsünü bu qədər belə... Təşəbbüs deyəndə bu kişi orada hələ qarğıyır. Nə bilim, onları orada... Bu dəqiqə hamı canının yanğı hayındadır da. Ona görə yəni belədir. Hərənin indi davranışı, tərbiyəsinə görə, dünya görüşünə görə davranışı var. Amma yəni bir bu qədər söhbətlərin içində bir təşəbbüs göstərən biri olsaydı, lap elə onun atasının da bir kobud desək boğazına kəndir salıb, boynu pükə-pükə aparmaq olar ora. Yəni belə bir şeylərə bu qədər məsələn danışırıq, müdafiə edirik və yaxud da ki ədalətdən biraz danışırıq və yaxud da ki hansısa səhv addımlardan danışırıq. Yəni bu qədər müzakirədənsə elə bu müzakirələrin ortasında bir təşəbbüs göstərib 5 kişi yığılıb söhbət bu getmir. Burada məsələn Valih müəllim, siz orada məhkəmədə iştirak edənlərdən birisiniz. Sizə heç kim deməz ki, sən gəlib sosial şəbəkədən gəlib burada bizə nə nağıl danışsan, üzr istəyirəm bu ifadəmə görə. Yəni sizə bu sözü deyən olmaz. Siz birbaşa orada bu məhkəmənin iştirakçılarından birisiniz. Ətrafınızda bir güvəndiyiniz, biraz dünya görüşdü. Məsələ onda deyil, saç ağarmış ağsaqqal ola. 30 yaşında sadəcə olaraq biraz dünya görüşü olan, danışığını bilən, tamamilə doğru, tamamilə. Bir qeyrətdən bir anlayışı olan, nə bilim bu qan davasından anlayışı olan, mentalitetdən anlayışı olan bir nəfəri, yəni var Azərbaycanda, millətimizin, xalqımızın içində var elə oğlanlar. Götürüb, gedib, yəni danışıb, bu məsələni biraz yumşaltmaq lazımdır. Mütləq, indi, barışıq, bax, mən inanıram ki, barışıq əldə olunması, Amal sağ olsaydı, Amal mütləq barışıq verərdi. Özü şəxsən. O dünyasında ki, Allah rəhmət eləsin, Allah onu o dünyasını versin. Hər iki tərəfin acısı qəbul edilən, başa düşüləndir. Yenə də deyirəm, hər iki tərəf insandır, insanlar bir-biri ilə necə ünsiyyət tapırlar, dil vasitəsilə, bir-birini, şirin dillərini işə salıb, bir-biri ilə ünsiyyət tapsınlar. Və mütləq, bax, siz yazırsınız, qampulu verək, bax, bu, siz nə deməkdir? Bu, barışığı... Aşkiş adamlardır da, onlara heç fikir verməyin, onlar... Yəni, heç orta məktəbə onlar heç bir iki ilə də qutarmırlar. Sizin elədiyiniz hərəkətlər idi bugün, Arzum cəza çəkir.
Ay Valeh müəllim, Serenov burada barışıq olsa da dəymiş ziyan var, ortada məbləğ var və bunlar hamısı ödənilməlidir. Ay man, ortada nə məbləği var? İndiyə kimi avtoqəzalarda o qədər belə hadisələr olub ki, avtoqəzaların hamısı barışıqla həll olunubdur. O bıçaqlaşmadır, sui-qəsdlərdir, indi onları çıxmaq şərti ilə. Axı qızın iki qulağı eşitmir, bir qulağının müalicəsi 30.000 dollardır. Ki, yeri gələndə indiyə kimi heç bir kişi özünə sığışdırmayıbdır ki, kimsə gəlsin onun uşağını müalicə eləsin. O kasıb ailələr istisna olmaqla. Nə danışırsan, neysə? Tamamilə doğrudur. Tamamilə. Mən Rico'nun dediklərindən tamamilə razıyam. Hər kişi özünə o şeyə alçatmaz. Burada hamı pul deyir, nə bilmə ziyan deyir. Nə ziyan? Belə şeyi ziyan saymırlar. Belə şeyi öz balasının, necə deyim, mənəviyyatını, sağlamlığını pula satmaq deməkdir. Onda heç bir ata, normal ata, yəni Azərbaycanlıdan söhbət gedir ha, qəbul eləməz belə şeyi. Şəxsən mən qəbul eləmərəm. Mənim imkanım varsa, şəxsən mən onu qəbul eləmərəm. Deyərəm, get işinlə məşğul ol. Yəni imkanınız var. Barışıq istəyirəm yoxdur. Bir daş atdı, bir daş imkanın yoxsa. Yaxşı, xəstə qızın atasının imkanı yoxdur balasını 100.000 müalicəyə verməyə. O nə etməlidir onda? Qardaş, avtoqəza da olub, bu sui qəsd deyil. Yox, bilmədən olub. Bu adamın sağlamlığını həyata qaytarmaq üçün 100.000 pul sözündən çıxır. Yəni sənin belə şeyi danışmağına da heç mən məsləhət görmürəm bu sosial şəbəkədə. Bu nə danışıqdır? Eşidirsiniz, mən öz təcrübəm, başıma gələn bir hadisəni danışım. 2016-cı ildə mənim deməli Gəncədə mərkəzi klinikada uşağım dünyaya gələndə, övladım dünyaya gələndə, Allah hamının övladını qorusun. Mən xəstəxanaya gedərkən eyni arzumun vəziyyətində, arzum necə dönürdüsə, mən də o şəkildə xəstəxananın həyətinə dönürdüm. Və dönərkən birdən güzgə baxdım ki, mən də sola dönmək üçün birdən güzgə baxdım ki, arxamda maşın belə yüksək sürətdən gəlir. Yəni biraz da maşını sağa qaçırtmasaydım, o mən yəni çox böyük bir faciə baş verə bilərdi orada. Pajero idi, ağır maşındır, ağır kuzalı maşındır və çox sürətlə gəlirdi. Mən maksimum elədim ki, dönməni dayandırdım. Hətta avtomobilimi biraz da sağa çəkdim. Xəstəxananın həyətinə girmədim. Və həmin Pajero getdi qarşıdakı bir ağaca sürtüldü, sonra bardiyora sürtüldü və öz hərəkətini tənzimləyə bildi. Şükür Allah, nə xəsarət oldu, nə də ciddi bir belə faciə baş verdi. Amma düzdür, onun avtomobilinə ciddi ziyan dəydi. Çünki avtomobil həm ağaca dəydi, həm getdi. Yəni maşının hər tərəfi demək olar ki, əzilmişdi. Mən maşını elə dərhal saxladım, getdim, yaxınlaşdım, gördüm ki, adam salamatdır, çıxdı və biraz aqresivsən, nə edirsən, sən görmürsən, mən gəlirəm falan. Nəsə elə yerində cəmaat gəldi, tökülüşdü falan. Adam bir 10 dəqiqədən sonra, düzdür, həmin vaxtda aqresiv idi. Bir 10 dəqiqədən, 15 dəqiqədən sonra dedi ki, qardaş, bilirəm sənin övladın dünyaya gəlib, heç nə lazımdır. Mən ona hətta təklif elədim, hadisə yerinə yol polisi əməkdaşları dəvət olundu, ölçülər, biçdilər falan ora-bura. Mən ona təklif elədim, sənə dəyər ziyanı da ödeyə bilərəm. Dedi, qardaş, mənim sənə qarşı heç bir tələbim yoxdur və səndən heç nə istəmirəm. Allah sənin balanı saxlasın, sən maşını saxladın, gəldin. Yəni, mən biraz aqresiv oldum, sən məni üzrlə hesab elə. Yəni, onun o aqresiv hərəkətinə mən aqresiv həmin vaxtda cavab versəydim, yəni, demək olar ki, onun avtomobilini gərək bütün xərcini də mən çəkəm. Tərsih yaranardı, bəli. Tərsih yaranardı. Mən sadəcə olaraq onun aqresiyasının qarşısında sadəcə olaraq susdum və gözlədim ki, bir insan indi hadisədə baş verib, qəza anıdır, istedi biraz özünə gəlsin. Və hətta deyəm, bir 15-20 dəqiqədən sonra adam gəldi, mənlə kobud danışdığına görə, aqresiv olduğuna görə məndən üzr istədi. Yəni, avtomobilinə ziyan dəyən adam məndən üzr istədi ki, bağışda sənə də qarşı mən aqresiv oldum və üzr istədi məndən. Həmin vaxtda da, yenə deyirəm, ani bir momentdə mən demək, sol güzgəyə baxdım, o maşını gördüm. Çünki mən gedirdim, arxa güzgəyə də baxıram, sağ-sol güzgə, məndə o vərdişli, mən hər üç güzgəyə baxıram. Mənim arxamda maşın yox idi. Sadəcə dönəndə bir də gördüm ki, o yolun hərəkət hissəsindən çıxıb və yolun dəyişib artıq ötmə hərəkətini. Yəni, orada eyni situasiyadır. Orada qəza baş versəydi, təbii ki, orada mən günahkar sayılırdım. Çünki mən onun qarşısından çıxıram. Və ona görə deyirəm ki,
hər kəs aqressiv ola bilərdi. Həm belə deyək, Arzumgil tərəfi aqressiv ola bilərdi. Qəza isti-isti belə deyək, zərər çəkmiş tərəf deməli aqressiv ola bilərdi. Sadəcə olaraq bu aqressivlikdə belə deyək də, hər iki tərəfdən biri biraz mülayim davranmalıydı və işin sonunu, nəticəsini gözləməlidir. Yəni, qarşı tərəfi zərər çəkən tərəfin dünyası dəyişəni vardı, cavan dünyası dəyişməlidir. Mən belə düşünürəm ki, Arzumgil, onlar nə qədər aqressiv olsaydı, Arzumgil o qədər də onlara qarşı mülayim davranmalıydılar ilk gündən. Mən belə başa düşürəm. Gün ərzində rulda çox oluram. İnanın ki, bu məsələyə rast gələndən, o videonu izləyəndən, o videoda nə cür dönürsə, ondan da biraz, necə deyim, dönmə anında pavorotniki yandırıram. Yavaş gəlirəm, dönmə anında ayağımı tormuza qoyuram ki, arxadan gələnin reaksiyasını başa düşüm, anlayım. Psixoloji olaraq da. Amma yenə də diqqətliyəm ki, yəni hansısa bir qəza törənməsin də. Yəni biri var, qəsdən edirsən onu və prosesi izləyirsən. Hələ mən, yəni imенно bu cür yol hərəkət qaydasını, normal yol hərəkət qaydası ilə dönəni, belə deyək də, niprav çıxardan görməmişəm. Valla o situasiyada, bilirsiniz, biri var ki, bir tərəfli yol ola, bir də var ki, əks istiqamətdən gələn bir şey də ola da, necə deyim, axın ola. Yəni bu adamın etdiyi manevr ötmə manevridir. Ötmə əməliyyatı eləyib. Ötmə əməliyyatı eləyən adamda o sürətlə qarşıda gedən maşını nəzərə almadan, onun edəcəyi hərəkəti hesablamadan belə bir manevr eləyib. Və öz elədiyi riskin də qurbanına çevrildi. Yenə deyirəm, bunu ölüm dağınla danışmaq kimi deyil. Sadəcə o situasiyanı, yol hərəkəti qaydasında pozuntu varmı, yoxmu və kim bunu pozmuş, kim riayət eləmiş, bunu biz müzakirə edirik. Mən bugün də sizinlə danışanda canlı yayımda dedim ki, məni maraqlandırmır kiminsə şəxsiyyəti. Söhbət, biz burada nəyi təbliğ edirik? Yol hərəkət qaydasını. Valla TikTok'un yarısı artıq çaşbaş qalıb. Bəzi adamlar deyir, mən qabağa baxa-baxa getməliyim, yoxsa arxama baxa-baxa getməliyim. Bu nə cür məntiqdir? Yan güzgülər nədən ötürüdür arxaya baxmaq üçün? Qardaş, xeyr, yan güzgülər bəzi sənin etdiyin manevrləri regulovka eləmək üçündür. Əgər mən önə gedərək sola və sağa hansısa bir manevri eləyirəmsə, bir var, biz palasa dəyişmə deyək də, perestrayvatsa, yəni xətti dəyişmə. Əgər mən xətti dəyişmə eləyirəmsə, getdiyim palasanı dəyişmə eləyirəmsə, onda sağ tərəfi gözləməliyəm. Sol tərəfə eləyirəmsə də, onda da sol tərəfdən güzgüdən baxmalıyam arxaya ki, mən kimi gözləməliyəm, kimi buraxmalıyam və yaxud da kimdən izin istəməliyəm. Riko, deməli, Azərbaycanın, belə deyək də, yol hərəkəti haqqında qanunda qeyd olunub ki, 51-ci maddənin 4-cü bəndində, yəni istəyənlər oxuya bilər onu, 4-cü bənd çox açıq. Bax, belə yazılır, sürəti artırmaqla və ya digər manevr hərəkətləri etməklə ötmədə olan nəqliyyat vasitəsinin sürücüsünə maneəçilik törətmək qadağandır. Bir mənalı. Bax, bu bir cümlədir. Hansı halda? Dedim də, bax, sürəti artırmaqla... Siz dediniz, həmin anda mən özümü avtobanda hiss elədim. Avtobanda gedirəm, bütün maşınlarla bərabər eyni istiqamətdə gedirəm. Arxadan, məndən arxada öz sürətini artırıb, pavorotniki yandırıb, manevr eləyən maşının qarşısına çıxıramsa, mənəm günahkar, qardaş. O şəkildə. Amma burada məsələ bu deyil, vallah bu deyil. 51-ci sizlə razıyam, amma o tamam başqa situasiyaya aiddir. Bu xanımın törətdiyi qəzaya aid deyil. Yox, orada maddənin kompleksi oxuyub, siz yol hərəkəti haqqında qanunu oxuyun tam. 51-ci maddənin tam oxuyun bütün müddəalarını, eyni zamanda
42-ci maddəni də oxuyun. Özünüz yəni analiz verə bilərsiniz ona. Yəni belə kənardan nə qədər desək ki, ay yox, bilirsiniz, bu dəqiqə belə Azərbaycanın yarısı. Məsəl üçün mən bir gün öz iş yerimə gedirəm. Məsəl üçün yeməkxanaya girirəm, aşpaz məndən soruşur ki, axı Arzumun orada günahı yoxdur. Deyirəm, ay xala, sən aşpazsan, yeməyini bişir, sən hüquqşünas deyilsən, sən vəkil deyilsən, sən nə bilirsən Arzumun günahı var ya yoxdur, sən nə bilirsən bu işte amalı günahı var ya yoxdur, sən nə müzakirə, yəni bilirsiniz o kadar ictimailəşib ki, yəni yeməkxanaya girsən aşpaz müzakirə edir. Mən sizə anladım, amma sizə bir şey deyim. İstər-istəməz hadisələrin içərisindəsən, məcbursan, sual verən hər kəsə müəyyən qədər bir cavab verəsən, başa salasan. İnansız, mən şəxsən bu hadisə baş verəndən ancaq kiməsə nəyisə izah edirəm. Bu belədir, bu yol hərəkəti haqqında nə bilim qanunda belə qeyd olunub, belə qeyd. Mən deyə bilmərəm, məsəl üçün Arzumun günahı var, mən deyə bilmərəm Amalın günahı var. Bunu ancaq kompleks nəticələrdən sonra, məhkəmə istintaqının yekunlaşmasından sonra hakim qərar qəbul edə bilər. Hakim bu barədə kompleks qərar verəndən sonra biləcək ki, hökm elan olunacaq və biləcək ki, Arzum günahkardır, yoxsa Amal günahkardır. Mən sadəcə olaraq qanunun bizə dediyi tərzi. Bax, qanun bunu deyir. Bax, məsəl üçün 42-ci maddənin 1-ci bəndi, 3-cü bəndi, 7-ci bəndi, 8-ci bəndini məsəl üçün adətən bu hadisəyə uyğun da oxuyuram. 51-ci maddənin məsəl üçün 1-ci bəndini, 4-cü bəndini də oxuyuram. Yəni bunlar hamısı qeyd olunub və bu maddələrin heç birində qeyd olunmayıb ki, əgər səni ötən nəqliyyat vasitəsinin sürücüsü sürət həddini aşıbsa, sən onun qarşısına çıxa bilərsən. Heç bir yerdə sürətlə bağlı bir kəlmə də olsa belə yazılmayıb. Yazılmayıb ki... Əlbəttə yazılmayıb, çünki sürət aşırı özü bir cinayət, yəni bir qayda pozuntusudur. Bəli. Yəni sürətlə bağlı bir maddədə heç də yoxdur. Baxın, mən bu şeydə, yəni bu istiqamətdə nə ekspert deyiləm, nə necə deyim, müəllim deyiləm. Amma bu necə deyim, yollarda belə sürüşün, demək olar ki, bir praktikantıyam da, yəni praktikadan keçən bir insanam. Mənim bu yaşıma qədər Elman bilir, avariyalarımın sayı yoxdur. O mənada yox ki, mən sürə bilmirəm. Sadəcə olaraq yolda belə hoqqa verməklərim, risk verməklərim həmişə məni hansısa bir qəza ilə üzbəyüz qoyub. Və baxın, sizə bir şey deyim. Amalın törətdiyi hadisə, yəni bir şofer kimi danışıram ha. Niyə belə olub? Qarşıdan vstreci gəldiyinə görə bu avqona çıxdıq, avqon manevri elə, yəni ötmə manevri etdikdən sonra həmən öz palasasına qayıtmaq istəyir. Öz palasasına qayıdan şəkildə də upravleniya itib. O sürətlə gedən maşın, yəni yolun bir balaca qarmoşqa olmağını da nəzərə alsaq, hardasa bir nə bilim bir yama, bir nəsə, bir balaca bir çuxuru da nəzərə alsaq, o şeylər maşının yolda oynamasını daha da sürətləndirir. Bəs burada ekspertizanın rəyi var axı. Çanqanın Mercedesin arxa təkərini sürtmə. Bir dəqiqə dayan da, qardaş, bir dəqiqə dayan. Görsən orada deyirlər ki, ola da bilər, olmaya da bilər. Ölçülər üst-üstə düşmür. İndi bəzi şeyləri bilirəm, ona görə bu misalları gətirirəm də mən. Yoxsa mənim hardan ağlıma gəlir ki, bu ötmə əməliyyatında reski öz palasasına keçmək istəsin, qarşıdan stresi gəlib deyə və upravleniyanı itirsin. Yəni, əgər buna dəyməyibsə, qız da bunu inkar edirsə ki, dəyməmişəm, toxunmamışam, ekspertlərin bəziləri göstərir ki, bu belə bir şey uyğun gəlmir. Biri var fantaziya danışasan, biri var mən real həyatdan danışıram, başıma gələnlərdən danışıram ki, yəni bu imенно belə bir situasiyaya düşmüşəm, qardaş. Yəni, upravleniya bu şəkildə itir. Sürətlə gedən maşın ancaq o qarşıdan stresi gəldiyi halda tez öz palasıma keçim düşünərkən upravleniyanı itirmək məcburiyyətində qalır. Onu da hər şoför bacarmır. Yəni, o upravleniyanı yığmaq artıq sürət olduğu üçün idarə etmə şoferin əlindən çıxır, maşının öz əlinə keçir. Bax, bu şəkildə o hadisələr baş verir. Ona bənzər, ondan da ağır situasiyalara düşmüşəm mən. Yəni, hər şeydən bir təcrübə götürmüşəm.
Hər şeydən. Bu bilirsiniz, hər tərəfli danışmaq lazımdır. Bilirsiniz, bəzən hamımız gedirik, hansı kimisə bir sözünü eşidirik, deyirik ki, hə, bu haqda mən axşam bir canlı yayım açıb danışacağım. Və yaxud da ki, lap elmanın özü olsun. Kimdənsə bir söz eşidir, mən bu haqda bir canlı yayım açıb müzakirə edəcəm. Elə deyil. Öz tərəfindən, öz biliyindən, öz təcrübəndən də gərək ortaya faktlar qoyasan. Gərək insanları maraqlandıran suallara cavab verə biləsən. Mən bir dənə sizə bir söz deyim. Deməli, bax, Azərbaycan praktikasından da, yəni almış ki, bizim ölkədə baş verən bir hadisədir. Deməli, indi orada bax, günahkarı bir dənə müəyyən eləyin. 4 yoldur, yol ayrıcısına maşın daxil olur və nizamlanandır. Hər iki tərəfdə svetofordur. Maşın gəlir, yol ayrıcısına girənə yaxın, baxır görür ki, qırmızıdır. Qırmızıda artıq maşının burun hissəsi çıxır yolun ortası demək, belə deyək də, artıq yol ayrıcısına girir. Girir, qırmızı olduğunu görür deyə oturur tormuza, dayandırır maşını. Və yaşıldan gələn maşın sürətli gəlir deyə buna toxunmamaq üçün qaçırdır və toxunma baş vermir. Heç bir maşın dəymir. Sonra qaçırdır, gedir yolun ətrafında, yolun kənarında dayanan hasara çırpınır və həmin şəxs də vəfat edir. O yaşılda keçən. İndi burada həmən belə deyək, yol ayrıcısına girən adama nə kimi təqsiri var? Avarini situasiya yaradıb. O yığışılıb, o yoxdur. O bizim inzibati xətalar məcəlləsində qəza şəraiti 2017-ci ildən sonra yığışılıb. Bəli, 2017-ci ilin dekabrın 4-də qəbul olmuş. O maddə yoxdur artıq inzibati xətalar. O yoxdursa mən onda başqasını bilmirəm Azərbaycanda. Çünki mən çoxdan da Azərbaycanda yoxam. Hə, amma sizin dediyiniz çox üzr istəyirəm. Bax, Rikonun dediyi, yəni əsasən belə deyək, Almaniyanın cinayət məcəlləsinə və yol hərəkəti haqqında qanunlara uyğundur. Bəli, mən tək Almaniyanın deyil, Rusiyanın. 17 il mən Rusiyada maşın sürmüşəm. Bilirəm, Rusiyada da elədir. Rusiyada misal üçün piyadadan mən kənar adam Almaniyanın yol hərəkəti haqqında qanunlarını oxuyurdum bayaqki canlı yayımdan çıxandan sonra. Hardasa bir saat Almaniyanı tərcümə elədim. Bax indi mən bir dəqiqə. Məsələn, Rusiyada da, Almaniyada da piyadadan kənar, yəni o zebradan kənar adam vurursansa, yəni o məsuliyyətin yoxdur. Yəni o ancaq piyadada vurduğun zaman sən məsuliyyət var. Amma bizdə o şey yoxdur axı. Bizdə ümumiyyətlə piyadaların hərəkəti tənzimlənmir. Yol hərəkəti haqqında qanunda baxın, piyadanın heç bir hərəkəti tənzimlənmir. İndi yaratmaq istəyirlər ki, hə, bu şey artıq İnsanlar üçün svetofor qoyurlar. İndi o bir dənə o məsələ gəlir. Deməli, bu bayaq dediyim məsələdə bizim o çox hörmətli avtotexniki ekspertiza səbəbli əlaqə verir. Hansı ki, o qırmızıda girən adam var. Və götürür, günahı verir ona, günahı. Və onunla da bağlı işe verirlər ki, məhkəmədə də həmin adamın hökmü çıxır. Bax, budur məsələn, bizdə vəziyyət. Məsələn, toxunma yoxdur. Yaxşı, əgər deyirsinizsə ki, o qəza şəraiti yaratmaq çıxardılıb ortadan. Yox, çıxarılıb, amma nə verib? Səbəbli əlaqə verir də. Yəni ki, hansı səbəbi verir? Sən ora çıxmasaydın, mən gedib daşa dəyib ölməyəcəkdim. Deməli, qəza şəraiti yaratmaq deməkdir də. Bu da ondan çıxarılması nə oldu bunun ki? Məntiqi eynidir. Yox, qardaş, qəza şəraiti inzibati xətadır. Yəni bu qəza şəraiti idi o da. O da 2017-ci ildən sonra çıxarıldı. Mən bu işi təzə deyirəm, təzənin işidir. Hardasa 2023-ün, 22-nin, 24-ün. Mən başa düşdüm sizi. Deyirəm, yəni məntiqlə yanaşanda üzr istəyirəm. Keçəl Həsən Keçəl. Yox, səbəbli əlaqə şey deyil axı, qəza şəraiti deyil axı, qəza şəraiti ayrıdır, səbəbli əlaqə ayrıdır. Siz oradan çıxmasaydınız, mən gedib qəza eləməzdim. Bu nə demək? Bəli, səbəbli əlaqə budur. Amma qəza şəraiti odur ki, mən sürürəm sizin üstünüzə, siz çəkirsiniz sola, gedirsiniz, dəyirsiniz, misal üçün deyirəm də bir hasara, ya ki, başqa bir maşına. Qəza şəraiti budur. Baxın, yenə üzr istəyirəm, bir də sualımı təkrar edirəm, başqa bir şəkildə. Əgər mənim hər hansı bir hərəkətim sizi qəza törətməyə məcbur edib. Bunu başqa, bax buna, yəni siz dediyinizi başqa tərsinə desək, yenə mən deyən gəldə qəza şəraiti, sizin üçün qəza şəraiti yaratmış oluram da mən. Başa düşdüm, yəni mən də deyirəm ki, bu işdə qəza şəraiti deyilən maddə olmayıb, sadəcə səbəbli əlaqə verib. Yəni qəza şəraiti ilə bağlı adı dəyişir də. Yəni ki, qabaq biz lüstr deyirdi, indi qəndil deyirik, çilçıraq deyirik. Yox, tamamilə anlayış tamamilə fərqlidir Riko. Yox, eyni şey deyil.
Adı dəyişilib deyil. Tamamilə Bəlkə mən onda başa düşmürəm. Qardaş, düzgün anlamırsınız, ona görə də mən məntiqi bir məsələ Bilirsiniz, kökünü düşünürəm ki, məntiq heç bir qanunla üstün ola bilmir də. Yəni siz də bunu qəbul eləyin ki, mən sizin danışığınızı çox savadlı, çox yüksək səviyyədə danışırsınız. Mən bir dənə izah edeyim Valih müəllim. Bu ümumiyyətlə cinayət məcəlləsində təqsir, motiv, məqsəd var da. Yəni hansı ki təqsirin də misal üçün növləri var. Qəsd və ehtiyatsızlıq, yəni qəsdən olan cinayətlər iki qrupa bölünür. Məsələn, ehtiyatsızlıqdan olan cinayətlər də iki qrupa bölünür. Birbaşa qəsd, dolayı qəsd, ondan sonra ehtiyatsızlıqlarda cinayətkar cəzasına özünə güvənmə, cinayətkar cəzasına etinasızlıq. Burada isə həmin bu dediyim o işlərdə təqsir, motiv və məqsəddə səbəbli əlaqə. Yəni səbəbli əlaqə nədir əslində? Məsələn, mən sənə elə bir təsir əks təsir söhbətidir. Mən sənə vurmalıyam ki, sənə toxunmalıyam ki, sən yıxılmalısan. Yəni mən sənə toxunmasam, sən yıxılmamalısan. Mən toxunmuramsa, sən necə yıxılırsan ki? Sadəcə olaraq ekspert burada görür ki, ölümlü yol nəqliyyat hadisəsidir. Dayanmadan şikayətlər, barışıq yoxdur. Verir səbəbli əlaqəni ki, ay müstəntiq, gəlir canla əlləş. Məndən çıxdı da. Bax, söhbət burada vurdu. Qutardı getdi. Burada yəni hər kəs öz canının, öz başının sakitliyini qorumaq üçün zəif güclüyə, biraz özündən güclüyə pas ötürür ki, sən öz ağlından istifadə elə görün, bu vəziyyətdən necə çıxırsan. O da yuxarıya belə gedir, axırı gəlir, çıxır apellyasiya. Mən sizə deyim də, bu da nə deyim? Məndən çıxsın, qardaşıma dəysin. Budur benim söhbət. Onu deyirəm də, yəni ötürdü. Hə, ki, yəni şikayət oldu. Baxın, ümumiyyətlə, burada bir çox gözəl bir şoförlər arasında çox gözəl bir vərdiş də var. Deməli, tutaq ki, sol tərəfdən səni ötmə manevri eləyən avtomobil keçir və sən də özünün qarşında gedən avtomobili o şəkildə abqon eləmək istəyirsən, yəni ötmə əməliyyatı eləmək istəyirsən, həmən keçirsən o səni ötənin arxasına. O momenti rastayani azalır. Yəni avtobanda sürət 100-dən aşağı deyil ki, yuxarıdır da. O anda məsafə azalır deyə öndə gedən ayağını qəsdən tormuza vurur ki, yəni biraz məndən aralı gəl. İnanın ki, o həmin anda ən azı bir 20-30 metr məsafə buraxırlar. Amma bir şey də deyim ki, yolun kənarında basdırılan stolbalar, yəni bizim gördüyümüz o ağ stolbalar olur deyə həmişə. İndi dəmir qoyublar, adboyniklər qoyublar da Azərbaycanda avtobanda, yəni İpək yolunda. Deməli, o stolbalar elə basdırılıb ki, stolba arası məsafə nə qədərdirsə, maşınlar arasındakı məsafə o olmalıdır. Küçədə də qardaş, biz teoriyanda keçəndə maşınlar arasında məsafəni qoru deyirlər, distansiya deyirlər. Qardaş, distansiyanı qoru, liboy bir hərəkət, qarşıda gedən liboy bir adamın hərəkətinə hazır ol. Dönmə də eləyə bilər, riski saxlaya da bilər, nə bilim mən. Bəlkə o adamın qarşısına bir adam çıxıb. Bax, bayaq, bilməm kim idi, biri dedi ki, ayağını torumuza qoymadan gəldiyi kimi də dönüb. Axtardım o videonu, tapdım, bir də o videoya baxdım. Elə deyil. Bir adam, siz təsəvvür edin ki, hansı sürətlə gəlməlidir ki, ayağını torumuza qoymadan dönmə manevr eləsin 90 dərəcə. 15 dərəcə deyil, sən yol dəyişmə kimi manevr eləyəsən. 90 dərəcə, yəni dönüb hansısa bir küçəyə girmək üçün sən ayağını torumuza qoymalısan ya da ən azı yox, maksimum 15-10 sürətlə gəlməlisən ki, getdiyin yolda sən gəlib o küçəyə 90 dərəcə dönüb girə biləsən. Yoxsa maşını döndərməlisən, ya drift eləməlisən, ya nəsə başqa bir avarini situasiya yaratmalısan özün üçün. Bu ayağı tormuzda kalendar olur. Gün veriləndə kalendar olur. Bu ayağı tormuzda gəlir. Ayağı tormuz olan anda arxadan gələn maşın artıq öz sürətini təmizləməlidir. Ayağını qaza qoyub, mən risk eləyim bunu, bu sola dönənə kimi mən keçim, belə bir söhbət, belə bir risk ölümə qol çəkmək deməkdir. Valla o anda nə düşünüb, bəlkə qızla aralarında spor olub, bu istəyib ki, evə tez getsin, çatsın, o situasiyadan canını qutarsın, ya nəsə, yəni belə bir şeylər fikirləşmək olar. Çünki o riski ağlı başında olan adam eləməz.
Qabaqda gedən maşın tormuz versin gecə vaxtı, mən də abqona çıxım. Sürəti azaltmaq əvəzinə sürəti artırım ki, bu tormuz verdi, mən bunu abqona çıxım. Qabaqdan da stresi gəlir. Məsələ buradadır ki, burada Arzu fikir bildirib istintaqa ki, mənim əlimdə telefon var idi. Əlimə dəydi belə. Bilirsən, Elman, burada Almaniyada da, baxın, Almaniyada da ümumiyyətlə sizə bir şey deyim, buranın qanunlarına uyğun, mən bura gələndən özüm üçün də, ailəm üçün də, ailəmin hər bir üzvü üçün bütün advokat sığortaları eləmişəm. Deməli, olmuş bir hadisəni danışım, yol qəzasıdır. Oğlum bir yol qəzası törətdi, səhər saat 6 radələrində, belə deyək də, yuxuluyub, gedib, dəyib yolun qırağında adbonikə, oradan da adbonik bunu atıb, qabaqda gedən maşının arxasına. Bu da elə bir yerdə olub ki, remont gedən yerdir, amma remont gedən yer olandan olur ki, bir balaca yolun istiqaməti dəyişir, amma yolda o qoruyucular, ondan sonra təhlükəsizlik şeyləri hamısı qurulub yerindədir. Sadəcə olaraq bu yuxulu gedib başqa bir maşına dəyib. Nəysə, mənə zəng elədi. Üzr istəyirəm, mən çıxmalıyam da, gecəniz xeyrə qalsın. Buyurun, gecəniz xeyrə. Oldu Vali müəllim. Xeyrə qalsın. Mindamatlar çox sağ olun. Qoşulduğunuz üçün. Sadəcə olaraq buradakı söhbət buradakı qanunlardan getmirək. Ümumiyyətlə qanunun ciddiliyini danışmaq istəyirəm sizə ki, uşaq gedir, dəyir qarşıda gedən maşına, o üçün polis gəlir, pajarlılar gəlir yola tökülən yağı yumaq üçün, maşını yoldan çıxartmaq üçün, polislər gəlir, izahat alırlar, uşağı narkotikadan, alkoholdan keçirirlər ki, yəni bu elə bir situasiyadır ki, burada ya içkili olmalısan, ya çəkili olmalısan, ya da nəsə başqa bir şey olmalıdır. Bunun adını qoyduq ki, kimsə o zigzagvari yolda ikinci palasanı düz keçib, birinci palasaya böyük bir sürətlə və qəza şəraiti yaradıb, bu da qorxusundan sağa çəkib, qabaqda gedən, öndə gedən maşının arxasına çırpılıb. Buna gələn polis inspektorları inanmadı, bunu göndərdilər məhkəməyə. İnanırsınız, məhkəmədən bir dənə məktub gəldi ki, izahat verməlisiniz. Həmən o izahatı yolladım advokata. 3 aydan sonra advokat zəng elədi ki, prokuratura uşağın adını sistemə salmadan bu məsələni 300 evro cərimə ilə bağlamaq istəyir. Hə deyirsinizsə də cavab verin. Dedim, əlbəttə hə deyirəm. Bunun qarşılığında qarşı tərəf deməli avtomobilin təmiri üçün cüzi bir toxunmaya 3500 evro almış. Skora çağırdığına görə güya boynu zədələnmiş, ya nə bilim boynu qandırılmış, nə olmuş. Buna görə 1500 evro aldı. Yəni ayrı-ayrı sığortalardan ha. Sonra bir ay işə çıxmayıb o Kranferzuxin deyirlər də, yəni sağlamlıq onun pulunu alır da. Bir də onun yəni işləmiş kimi maaşını alır. Vacibini alır, bəli. Bəli. Yəni burada bu şeyləri sığorta eləyir. Sığortalayırsan, advokat sığortası ilə bu şeyləri bu şəkildə eləyirsən. Mən bəzən belə çıxışlar eləyəndə çox insanlar Azərbaycanda elə bilirlər ki, Arzu xanımı mən müdafiə eləyirəm. Əslində müdafiə eləmirəm. Arzu xanımın psixologiyasının hansı cəmiyyətə, hansı qanunlara vərdiş elədiyini anlatmaq istəyirəm ki, ay millət, bu onun yanaşmasıdır. Burada əgər sən, tutaq ki, birini öldürürlər, sən görürsən, gedib onu aralasan, sən də o cinayətin bir üzvünə çevrilirsən. Ona görə burada heç kimsə birini öldürürsə, vallahi deyirəm, heç kim gedib ona yaxın durmur, əgər müsəlman deyilsə. Ancaq müsəlmanlar gedib bu işə burnunu soxur. Artıq bunlar da anlayıblar ki, mən burnumu soxsam, başım ağrıyacaq. O cinayətin iştirakçısına çevrilirəm. Birbaşa. Birbaşa ha. Niyə? Sən olmasaydın,
sən ona, sən olmasaydın o ya sakit olardı, ya üzr istəyərdi, səni gördü, daha da emosionallandı, özünü göstərmək, bax belə bir şeylər danışırlar. Və yaxud da ki, şey eləyir ki, qarşı tərəf, zərər çəkən tərəf deyir ki, bu gələndə, o adam gələndə mən elə bildim ki, bu ikisi bir yerdədir. Ona görə mən qorxdum, mən dala çəkildim. Yoxsa mən müqavimət göstərərdim. Öldürən qalıb qıraqda, öldürən nə bilim hansısa ölkədə kef eləyir, dənizdə çimir. Aralamağa gələn oturub məhkəmədə özünü müdafiə etməyə çalışır. Zindandan canını qurtarmağa çalışır. Belədir, düzdür. Yəni, burada da var belə şeylər. Tək Azərbaycanda deyilir, bəzən deyirlər ki, gedirəm mən aralamağa bıçaqmağa deyir və yaxud da gedirəm onu eləməyə məni də tutub çər basacaqlar. Bu tək orada deyil. Artıq yavaş-yavaş o, necə deyim, bir virus olur, yayla öz ətrafındakiləri da başlayır yoluxdurmağa. Yəni, artıq buranın o kuralları deyək, gəlib oralara da çıxır. Amma bizə, necə deyim, burada savadla o idarə olunur. Bizə savadsız gəlib çıxır. Savadsız şəkildə gəlib çıxır deyin, insanların təhsili yox, düzgün qavrasınlar deyə, açıq danışaq da. Belədir. O təhsili olan da öz bildiyini heç kimə vermək istəmir, heç kimlə bölüşmək istəmir. Nəyimə lazım deyir, mən öyrənmişəm özüm üçün, bəsimdir. Ya da öz ətrafındakilara, dostuna, tanışına deyir, qardaş, bunu belə eləmə. O da, hələ ona da irad bildirməsələr, onu ələ salmasalar, sən ağıllı çıxıbsan. Düz deyir, bizim mentalitetdə bu barışmaq, barışdırmaq, nə bilim, iki dalaşanı aralamaq, bu bizim mentalitetdədir. Vallahi deyirəm, başqa heç bir yerdə yoxdur. Yoxdur. Başa düşdüm. Ancaq biz Azərbaycanlılarıq gedib kiminsə iki dalaşanın ortasına girək, başımız yarılmaqsa da özümüzü o daşın altına verəcəyik, ya o çəkizin altına verəcəyik ki, bu davadan aralayaq sakit iştirakçısına çevrilirsən. Belədir, tamamilə doğrudur. Dostlar, artıq saat 4-dür, 5-ə işləyir. Məncə bugünlük bu qədər kifayət eləyər. Elman. Hacın. Neyini, belə deyək də, dağılışaqmı? Bir də fürsətdən istifadə eləyib, burada az adam yoxdur, fürsətdən istifadə eləyib, bu uşaqlar haqqında burada maraqlananlar var, görürəm. O məsələni bir daha danışın, deyəsən, bilməyənlər var. Valla hüququ düz yanaşmayıb deyəndə əziz insanlar, istintaq nəyi təsdiq elədisə də möhrü də vuruldu. Valla mən yenə də deyirəm, bir insan kimi, bir vətəndaş kimi, əgər arzumun azad olunması üçün, balasına qovuşması üçün, əgər iynənin ucu qədər bir şans varsa, Allah ona qismət eləsin və tezliklə ailəsinə qovuşsun, balalarına qovuşsun və o tustaq həyatından azad olsun. Bu insaniyyətlikdir. Bu mənim şəxsi fikrimdir. İnsaniyyətlikdir. Öz tərbiyəmizdən deyirik bunu, öz içimizdəki vicdandan deyirik bunu. Qanun da nə deyir, nə tələb eləyir, boynumuz qıldan incədir. Yəni, mən şəxsən bir insan olaraq, bu mənim subyektiv fikrimdir. Yəni, mən belə düşünürəm, bir insan olaraq elə düşünürəm. Düzdür, qarşı tərəfin də acısını anlayıram, qarşı tərəfi də başa düşürəm, onların da dərdi ağır dərddir. Yəni, dustaq olmaq, həyatda dustaqçılıq həyatı yaşamaq çox ağırdır və düşünsək ki, Arzu xanım Almaniyada yaşayıb uzun illər daha dəbdəbəli həyat görüb, onun üçün orada yaşamaq daha ağırdır. Həm də mən təkcə ona görə yox, onun 4 balasına görə, autizmlə əziyyət çəkən xəstə övladına görə, yəni bu mənim öz fikrimdir. Əgər yenə də deyirəm, bir iynənin ucu qədər arzumun azadlığa çıxmağa şansı varsa, Allah o şansı ona qismət eləsin, apellyasiyada o azadlığına qovuşsun, öz balasına qovuşsun. Mən inanıram ki, zərər çəkən tərəf də çox humanist, mədəni insanlardır. Onlar da ən azından barışqa razılıq verərlər. Məncə biraz ara sakitləşsin. Bu məsələyə bir təşəbbüs göstərmək lazımdır. Belə başa düşürəm ki, mən çox canlı yayımları kənardan da olsa izləmişəm.
sadəcə olaraq bir bugün qatıldım bu məsələlərə. O da baxdım ki, belə yəni savadlı insanlar yığılıb, alicənab insanlar yığılıb bu işi necə deyim, sağlam beyinlə, düşüncə ilə müzakirə edir, ona görə qoşuldum. İndi də həmçinin mən belə fikirləşirəm ki, elə bu izlədiyim müzakirələrin içində adekvat yanaşan sizsiniz. Həm də birbaşa orada məhkəmədə iştirak elədiyiniz üçün bu təşəbbüsü siz tərəfdən əgər olsa, başınıza bir 5 kişi yığıb, onun Arzunun atası orada olmaq şərtindən, yəni onun orada gelinə boynuna cızmağına baxma, onu da bir yola gətirib, onu da bir otuzdurub başa salmaq lazımdır ki, burada söhbət nədən gedir? Yəni, birinin bu həyatı tərk eləməsindən, birini də işıqlı dünya bir neçə müddət həsrət qalmasından. Belə başa düşürəm ki, siz buna bir təşəbbüskarlıq eləyib, yəni bu məsələdə bir körpü qoya bilərsiniz. Mənim bir təklifim olacaq, Valeh müəllim, şəxsi də deyərəm onu WhatsApp-da. Hə, WhatsApp-da yazarsınız mənə, Elman bəy. Dostlar, Rikonu da izləyin, Elman bəy də izləyin, Elman bəy Valla mən yayını açan deyiləm, mən izləyiciyəm. Elman bəy bilirsiniz, maraqlı yayımlar açır, həm də maraqlı mövzulara toxunur. Yəni deyirəm, dostumuzdur, Elman bəylə bizim artıq gözəl bir münasibətimiz, dostluq münasibətimiz, gözəl bir ünsiyyətimiz yaranıb, həm xasiyyətimə uyğundur. Hətta bayaq Elman bəy deyir, mənim 5 qardaşım var, dedim, indi oldu 6. Mən də sənin Allah can sağlığı versin sizə. Siz qərib yerdəsiniz, siz ölkənin hududlarından kənardasınız. Allah sizin də yar və yardımcınız olsun. Yəni, bu da belə deyək də, bir ictimai fikrimizdir. Bizim, yəni, bir vətəndaş olaraq öz fikirlərimizi, subyektiv fikirlərimizi bildiririk. Təbii ki, qanun şahdır. Şah qanun deyil, təbii ki. Və mən də prosesdə iştirak edən bir insan kimi, hər iki ailəni yaxından tanıyan bir insan kimi, həm Amalın ailəsinə Allah rəhmət eləsin, mən yenə də deyirəm, Amalın il mərasimində iştirak eləmişəm. Yəni, Sənubər xanımın atası həqiqətən də çox mədəni insandır, ondan ünsiyyətim olur. Onda sizi bilirlər də, yəni deməli mən doğru fikirdəyəm sizin haqqınızda ki, siz bir təşəbbüskarlıq eləyib. Mən Amalın il mərasimində iştirak eləmişəm, dəvət olundum, hətta Ehsan məclisinə dəvət olundum. Sadəcə olaraq Ehsan məclisinə gedə bilmədim, üzvqatlıq elədim ona görə və bildirdim ki, Qəbrüsdə gedəndə Ehsan məclisindən sonra, saat 2-yə qədər Ehsan məclisi oldu Təzəpir məscidində. Ehsan məclisindən sonra mən getdim, iştirak elədim il mərasimində, Qəbrüsünə getdim və oradakı vəziyyəti gördüm, o qədər ürək ağrıdıcı, o qədər bilirsiniz, sarsıdıcı, nalə, fəryad. Yəni, mən bunların hər birini görmüşəm. Yəni, hər iki tərəfin dərdini görmüşəm, hər iki tərəfin dərdinə azıcıq da olsa şərik olmağa çalışmışam. Sadəcə olaraq, mən konkret olaraq heç bir yayımımda bir nəfərin xeyrinə və danışmağımı heç vaxtı heç kimə tövsiyə eləməmişəm, heç özüm də o şəkildə danışmamışam. Ona görə də yenə də deyirəm, bilirsiniz, insan istənilən cinayət hadisəsində, ölüm hadisəsində, ən ağır faciəvilə nəticələnən ölüm hadisələrində belə sülh yaradan olmalıdır, sülh sevər olmalıdır. Ortalığa siz yanan ocağa söndürməkdən ötürü ora su tökmək lazımdır. Ora alovu biraz da alışdırıb, qızışdırıb, genişləndirmək lazım deyil. Ona görə də mənim mövqeyim elədir. Allah yenə də deyirəm, mən Allah rəhmət eləsin Amala, onların acısını başa düşürəm, amma yenə də deyirəm ki, əgər arzumun iynənin ucu qədər də azadlığa, övladlarından qovuşmağa bir şansı varsa, Allah o şansı ona mütləq nəsib eləsin. Mütləq. Amin. Amin. Bir də dostlar, buradakılara bir şey çatdırmaq istəyirəm, çox önəmli bir şey. Bu situasiyalarda, belə bir situasiyalarda ya buna bənzər, nə olur olsun, heç vaxtı qardaşlar ictimailəşdirməyin belə məsələləri.
Heç vaxtı. Mən tövsiyə eləmirəm. Geniş ictimai müzakirəyə çıxarılmamalıdır. Bilsiz, hökm olmamış, məhkəmə istintaqı başlamamış video görüntülər yayıldı, canlı yayımlar açıldı. Hərə müzakirə elədi, nə bilim, bilən də müzakirə elədi, bilməyən də müzakirə elədi. İki tərəf arasında bəlkə barışıq olacaqdı. Barışıq arasında da bir uçurum yaradıldı. Ona görə... Baxın, Vali müəllim, deməli, dünən idi, yoxsa sırağa günü idi. Bir hüquqşünas var idi, o da canlı yayım açmışdı. Dedim ki, siz bu Orxanın, oradakı Orxanın, o içəridə oturan, onun fəaliyyətinə necə baxırsınız? Hansı Orxanın? Rasifoğlu? Hə. Dedim ki, bəs belə şeylər olmamalıdır da. Bu qərəzli şəkildə bəzi videolarını izləyirəm, qərəzli şəkildə çıxış eləyir və canlı yayım açaraq oradakı hadisələri qısqanclıq şeyində, yəni bir növ belə necə deyim, arzuya qarşı danışırmış kimi qarşı tərəfdən adamlar seçir və onlarda qıcıq yaradacı bir müzakirələr aparır da. Bəli, o dedi ki, şəxsən mən də bu barədə dövlət orqanlarına dedi, orada bu işlə məşğul olan orqanlara dedi, xəbər vermişik, bunun qarşısı alınmalıdır. Yəni, həqiqətən də Orxan oranın içində olduğu üçün çox adamlar onun danışığına güvəndi və onun qərəzli hərəkətlərinə meyilləndi. Mən buna da yaxşı baxmıram. İnanıram ki, məni kimi insanların belə çıxışından Orxan öz payını götürəcək, bir də belə şeylərə yol verməsin. Arzu yeri gələndə, belə deyim də, Azərbaycanda yaşayan bir qadın deyildi. Yəni, burada yaşayan qadın deyil, Almaniyada yaşayır, eybi yoxdur, qoy ziyan görsün və yaxud da ki, ziyan görsə də nə bilim, nə olsun. Bu, prinsip bizim kişiliyimizə yaraşan bir şey deyil ki, sən bir kişi olaraq qadına qarşı belə bir təbliğat aparırsan. Sən əgər oranın içində olan bir adam idinsə, sən nabarot bunların arasında elə bir körpü yaratmalı idin ki, elə Orxan sənin vasitənlə bunlar barışmalı idilər. Və yaxud da ki, sənin vasitəçiliyinlə ortaya elə bir adamlar çıxmalı idi ki, bu məsələ həll olunmalı idi oradaca. Təbii ki, bu artıq başqa mövzudur. Bilirəm, başqa mövzudur, amma burada prosto yazanlar var, şey eləyənlər var. Yəni, mən də hansı söhbəti eləmişəmsə və yaxud da ki, yazmışam da bəzi onun öz, necə deyim, paylaşdığı videolarda öz sözümü də yazmışam. Çəkinmirəm mən bundan da, sözümün də ağasıyam. Amma, yəni, bir tərəfli. Bir növ, bax, mən şəxsən öz adıma danışıram. Bir növ, bax, mən canlı yayımlarımda, mən çox nadir hallarda canlı yayım açıram. Hər gün yayım açmıram. Siz hər gün yayım açmağı da, yəni, durub bu bulandırmaqdır. Məsəl üçün, hər gün yayım açmaq, müzakirə eləmək. Amma, yəni, qərar qəbul olunandan sonra mən açdım. Yenə də deyirəm, mən hətta məni izləyən insanların belə onlara əziyyət vermək istəmirəm ki, dostlar, məni bəyənin və yaxud mənə hədiyyə göndərin. Bu, sanki bu insanlara məlumat vermiş kimi yox, elə bir dustağın üzərindən prim qazanmaq və ondan istifadə edib hədiyyə atdırmaq kimi mənim aləmimdə belə başa düşürəm və ona görə də mən heç bir dustağın üzərindən və hər hansı canlı yayımda bir dustaqla, məhkəmə işi ilə bağlı danışanda heç vaxt razı olmamışam ki, mənə hədiyyə atsınlar və mənim yayımımı bəyənsinlər. Kim istəyir baxsın, kim istəyir baxmasın. Yəni, mən bunu hər yayımımda, hər dəfə də deyirəm, hər dəfə də demişəm, bundan sonra da deyəcəm. Bu mənim mövqeyimdir. Mən birmənalı olaraq bir dustaqla bağlı danışan zaman istəmirəm mənə hədiyyə gəlsin. Və istəmirəm ki, kimsə insanları təhrik edeyim ki, məni bəyənsinlər. Mən bəyənməyə də belə qıymıram ki, insanlar da baxmaq istəyir, baxmaq istəyir. Heç kimi də məcbur eləmirəm yayıma baxsın. Kim istəyir baxsın, kim istəyir baxmasın. Yəni, mənim xarakterimdə yoxdur və mən bu işə də düzgün baxmıram ki,
hər hansı bir dustağın üzərindən prim qazanmaq, hər hansı bir dustağın üzərindən hədiyyə atdırmaq, bəyənmək qazanmaq, nə bilim və digər və ilaxır və ilaxır. Allah Ona razı görə də olsun. bu mənim özümün subyektiv fikrimdir. Belə əziz dostlar, yenə deyirəm, artıq səhər açılır bizdə. Amma maşallah çox maraqlı insanlar oldu. Biz də maraqlı söhbətlər elədik. Belə düşünürəm ki, bu yayımda bəzi məsələlərdə maariflənənlər də oldu. Öz həyatı üçün, öz həyat yollarında addımları üçün bir, necə deyim, qərar verənlər, vıvıd eləyənlər oldu. Biz də əlimizdən gələni eləyirik, çalışırıq ki, hər kəsə yəni həyat yolunda dəstək olaq. Biz öz təcrübələrimizi bölüşürük. Bəli. Gördüyümüzü, ondan sonra bir var evin içində öyrənəsən, bir var kənardan etibarlı bir məlumat alasan, o etibarlı məlumata güvənəsən və evin dışında da nələrin olduğunu anlayasan. Biz Avropada yaşaya-yaşaya buradakı həqiqətləri öz xalqımızla bölüşürük. Elman da canlı yayımlar açanda bəzən mən onun yayımlarına diqqət edirəm. Yəni müəyyən bir qərəzli şəkildə çıxışları olmasın deyə Nəzarət edirsiniz, dörd qardaş kimi. Tək nəzarət deyil, ümumiyyətlə baxın bu məsələdəki kimi, yəni Dostlar, bir məlumatı qeyd edeyim ki, Rico Elman bəyin böyük qardaşıdır. Burada insanlar, yəni hamısı bizim dostumuz ola bilməz, hamı bizi çox istəmək məcburiyyətində də deyil. Hamı bizə hörmətlə yanaşmaq məcburiyyətində də deyil. Nəzarət. Sadəcə olaraq bəzən o qısqanc insanlar da var ki, mən niyə bunların yerində deyiləm, bunlar kimi mənim də əlim var, ayağım var, mən də eləyə bilərəm, niyə danışa bilmirəm, niyə bu şeyləri ötürə bilmirəm. Bax, adicə burada nə qədər yaşayan Azərbaycanlılar var. Bəzən biz məlumatlar paylaşırıq, Elman məlumat paylaşır. Deyirlər ki, Elman 2 ildir gəlib, biz 8 ildir, 10 ildir buradayıq, biz belə şeyləri danışmırıq. Bu bir qısqanclıqdır. Yəni, sən bunu eləyə bilmirsən, eləyənin də qarşısına bir daş qoymaq istəyirsən ki, irəli getməsin. Bu yolu, bu şeyləri paylaşmasın. Yəni, ona görə həmişə nəzarət edirəm ki, belə insanların, yəni bunun haqqında pis düşünən, hörmətsiz yanaşmaq istəyən, qısqanclıq edən insanların toruna da düşməsin bu şəkildə. Yenə deyirəm, sevən də var, sevməyən də var. Tək ki, Allah hamıya kömək olsun. Amin. Sağ olun, minnətlərəm sizə də. Yəni, mən hər iki tərəfə səbir diləyirəm, hər iki tərəfə Allah kömək olsun. Ən əsası da, yenə də deyirəm, Allah arzumun qapısını açsın. Əgər zərrə qədər ümid yeri varsa, Allah onu ona nəsib eləsin, balalarına qovuşsun, azadlığına qovuşsun. Dostlar, çox sağ olun izlədiyiniz üçün. Mən sizə təşəkkür edirəm hər birinizə. Güzel söyle. Ben de WhatsApp'ta iki kelime WhatsApp'ta zəng eləyəcəm indi. Can yayımdan çıxar, WhatsApp'ta danışarıq problem. WhatsApp'ta danışarıq problem yoxdur. Gül çox sağ olun. Günün qəhrəmanı Gül oldu. Gül tək başına bütün canlını mod olaraq idarə elədi. Sağ olsun. Sağ olsun. Sağ olun. Yəqin onun üçün də maraqlı oldu bu söhbətlər. Sağ olsun. Sağ olsun. Oldu dostlar. Çox sağ olun, minnətdaram sizə. Sağ olun.